Ümumiyyətlə sizi nə xoşbəxt edir? Mən ümumiyyətlə var olmaq haqqında düşünməm. Ümumiyyətlə insan var olduğu üçün xoşbəxt. Bu gəlişi gözəl söz deyil. Doğrudan da insan var olduğunu və əbədi olacağını düşünəndə xoşbəxt. Mən ən çox xoşbəxt edən budur ki, mən artıq varam və həmişə var olacağım. Yəni, mən insan olaraq yaranmışam və insan yaradılış aləmində ən uca zirvələri fəth edə bilər. Tanrının ömrü qədər, Allahın ömrü qədər ömrü var insanın. Yəni, insan əbədidir, həmişə var olacaq. Bu əbədiyyət hissi insanı sevindirir. Hətta müqəddəs kitabımızda da var ki, insan cənnətə daxil olduğu anda, qapıda ona arxayın edirlər ki, daxil ol əbədi qalmaq üçün. Çünki insan belə bir varlıqdır ki, ona ən böyük nemətləri ver. Dinən ki, 1 milyard ildən sonra sən olmayacaqsan, yenə